arkadaşlar. Bir daha her birinizi salamlayıram. 33 ildən sonra ben yine Avdal Quraqlıya səyahətə gəlmişim. Çok güzel bir mənzərə, çok güzel bir güzellik. Orada Erməniyə lənət eləsin. Sana rahmet eylesin. Güzel sanatkar. Namil atası qəbrini axtarır. Deyirəm ki, Allah cəbidini yoxsun, dəyişənlərə rəhmət eləsin. Səxavət qardaşımıza da yeni Allah rəhmət eləsin, 25 eləsin. Gözəl sənətkarın ağlamın düzgünə. orta saatı orada. Allah rəhmət eləsin, sağ ol. Sənin də əziyyətin çox oldu. Sağ ol. Çox təcrübə. Müşfik gözlüyor mu? Allah rəhmət eləsin. Gözəl sənətkar, gözəl insan. 91-ci il. Allah qəni-qəni rəhmət etsin, atasına, anasına. Gözəl insan. Benim başlarımızın gördü ama sonra başımıza gelenlerden haber olmaz. Görüneceğizden sonra silah faaliyet ki, yani öz şəxsi hesabına mən bu Avdal Gülaflı'da bu sanatoriyada 8 il avtobus şoförü işləmişim. Rəhmətlik bu kəndə o qədər gətirib silah faaliyet ki, and olsun. Gözümü şahidim, mənim gəl o kişi ilə mən dost olmuşum, münasibətimiz olub. Kəndin də laf baş tərəfində onların özlərinin evi varıdır. Allah qəni-qəni rəhmət eləsin. Bu kəndi silahla təmin eləyən oğlanı, öz şəxsi pulu ilə. Allah qəni-qəni rəhmət eləsin. Amin. Atasının yubileyi de 90 illik yubileyi diye bak bu deren içinde bak burada kesildi. Qəbri şeydə deyil də. Bu sonraki 90 60 illik yubileyi. Kimse dedim okuma. Hapsa hoca verdi, davamlısı sağa dönmədim davamlısı. Gel gel budur. O sağ olasın. Allah sağ versin. Momentine gelsin. Allah bir daha Sen de tüm ne kadar dünyadan köçenler var.
Allah da hamısına rəhmət etsin. Seçkilik deyil burada. Prosto elə əzizimiz, tanıdığımız deyil. Gəlib ziyarət edirik. Təxribimiz olur. Əziyyəti müharibirlərində çox olur. 90-cı illərdə Elə o yolda çox yardım eləyib. Buna elə şəhid Çox sayılır. yardım O eləyib. var, bəli. Çünki o bu yolda elə şəhid olur. Allah rəhmət etsin. Yox. Sənin səsinin ol başlasın. Beni danışır sonra danışır. Buyurun qardaş. Vatan bağı aralandır, yok üstünde sarı bülbül. Vatan bağı aralandır, yok üstünde sarı bülbül. Ömür sürmeli devrandır, ömür sürmeli devrandır. Sensin gelsin sarı bülbül, sensin gelsin sarı bülbül, sarı bülbül, sarı bülbül, sarı bülbül. Hoşmusan sen? Allah köməyində olsun. Sağ ol, dede, sağ ol. Allah Allah meselesi. o gözler sesleri. Yerdə qalanlarına can Olanlar sağlığı yaşadı. versin. Çox sağ ol. Allah sizlere torpağı sana ömür versin. Sağ ol. Biz de elə Ağdam Birliği adından olub sizə təşəkkürümüzü bildiririk. Maşınlar kimindi, yolu bağlamışıq, ziyarətə Gəl, gəldik. getdik. Var olasın. Allah rəhmət etsin. Allah köməyində olsun. Nənəgilin evinin yanındakı dağdağanım oldu da bu. Buradan bak düşüp gəldik nənəgilə bak üzü aşağı. Bak o üzü yuxarı gələn yoldur. Astronovka tərəfdən. O hamamdır. Hamamın pəncərəsidir bak. Hamamın pəncərəsidir. Bak bunun böğründən başından qaçıb oynayırdı. Yadınıza düşdü mü? Ha de, bu da kəhriz. Bu da kəndin kəhrizi. Bak burada qaçıb oynayırdıq. Bak burada. Bu da Külahlı köhnə qəbirstanlıqdır. Gəlmişəm atam Xanlar Şüküroğlu'nun ziyarətinə. Təxmini o dikdə olmalıdır. O dikdə olmalıdır təxmini. Mən də yoldaşdır eləyən İbrahim qardaşımızı.
ziyarətini qəbul eləsin, qardaş. Amin. Amin. 8-10 dənə sayla saysaq 8-10 dənə qəbri qalır. Gəlmişəm. Baban qəbrin yanında. Çox kəs baxsa düzdür. Gör başında elə qızılgül çoludur. Hamısı qızılgüldür. Şəklən dağıdıblar papağan şəkildə. Bilə-bilə zəlm olmuşlar. Dəsindirək ya güllə yerinə də oxşuyur deyə. Qəlpə də ola bilər. Bu da dağdağan ağacı. Bu aşağıda otay butaydı. Bak bu aşağıda hardasa kəhriz olmalıydı. Axırdı va burada. Hardasa. Bu eldəsə otay butaydı. Burada. Ne desem ya? Şulaklı mescideydi desem. Culaflı məscidi, o da Culaflı məscidi. Allah İslamla düşmənçilik edilənləri Salih eləsin, məhv eləsin. İllərlə bizləri bura həsrət qoydular. Zeynalov Turgut Fikrətoğlu. Bu da bizim mərhum şəhidimiz. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد Əmi, bu da Avdal bulağı. Ay əmi. 87 idi, 88 idi o vaxt. Rəhmətli Səxavətgillə. Bax, buradaydınız. El biriylə yığışmışdınız bura. Avdaldan salamlayıram sənə. Əmi.